Çoxlarının fikrincə Vətən müharibəsinin başlanğıcı aprel döyüşləri olur. Məhz bu döyüşlər və Lələtəpə Şuşa qalasına qalxdığımız yolun ən əzəl astanası sayılır. Aprel döyüşlərindən artıq 10 il ötür. Bu da o deməkdir ki, aprel şəhidlərinin də şəhadətindən düz 10 il keçir. Aprel döyüşlərində əskərlərinin yanında olan, indi də şəhid əskərlərinin, şəhid hərbiçilərinin yanında olan komandir polkovnik leytenant Raquf Orucovda nadir faktlar təqdim edirik. Orucov Raquf İbrahimoğlu 1972-ci il iyulun 12-sində Ağdamın Cinli kəndində doğulub. Atası İbrahim kişi kəndin qoçaq adamlarından olur. Bir ayağı axsadığına görə, çox hökümlü olduğuna görə həm də el arasında ona Teymurləng deyirlərmiş. Raquf çox sakit təbiətli və mülayim uşaq olur. Buna görə anası Raya ona çox bağlı olur. Raquf da anasını o biri uşaqlardan daha çox sevirmiş. Qarabağ müharibəsi başlayanda Raquf Orucov Özbəkistanda əskərlikdə olur. Hadisələr barədə eşidəndə, yəni Azərbaycanda artıq müharibənin başladığını eşidəndə qaçır, Azərbaycana gəlir və mərhum Allahverdi Bağırovun batalyonuna yazılır. Yaşından uşaq göründüyü və fiziki cəhətdən balaca olduğu üçün atası onu piser qoydurur, yəni yazı yazan və dönə-dönə tapşırır ki, döyüşlərə getməsin. Lakin Raquf təcili yardım maşınına minir və döyüş səngərinə gedir, orada əskərlərlə döyüşməyə başlayır. İlk ağır döyüşlərə Aran zəmində və Fərrux dağında girir. Ayağından qəlpə yarası alır və ömrünün sonunacan o qəlpələri çıxarmır. Hər dəfə əməliyyat təklif olunanda deyir ki, müharibə hələ qurtarmayıb, bəlkə yenə yaralanaram, inşallah bütün qəlpələri bir yerdə çıxararam. Elə o qəlpələrlə də dəfn olunur. 1993-cü ilin yayında ermənilər Cinliyə hücum edəndə anası Raya xanım şəhid olur və meyidi atəş zolağında qalır. O vaxt Raquf Orucov Abdal Gülablı istiqamətində döyüşlərdə olur. Xəbəri eşidən kimi gecə tək başına gedir və anasının meyidini özü həmin ərazidən çıxarır. Anasını Çulluda dəfn edirlər və təəssüf ki, 7-si çıxmamış Çullu, 40-ı çıxmamış Ağdam işğal olunur. O döyüşlərdə fərqləndiyinə görə zabit olması üçün ali hərbi məktəbə göndərilir. Bu həm də Raqufun arzusuydu. Çünki anasının uyuduğu torpaqları düşməndən azad eləməyə and içmişdi. Təhsilini bitirən kimi leytenant rütbəsi alır və Murovda kəşfiyyat xidmətinin bölük komandiri təyin olunur. Bununla da onun həyatının əfsanələr dövrü başlayır və doğrudan da onun keçirdiyi əməliyyatlar elə janr etibarı ilə əfsanəyə daha çox oxşuyurdu. Raquf Orucov Murovda işlədiyi 5-6 il ərzində 80-dən artıq iri miqyaslı kəşfiyyat əməliyyatı keçirir və heç vaxt deşifrə olunmur. Hətta əməliyyatlardan çox sonra da düşmən bu barədə heç nə bilmir. O zamanki komandiri Fəxrəddin Cəbrayılovun dediyinə görə o Murovun Kəlbəcər istiqamətinin ən incə detallarınacan xəritəsini çıxarıbmış. Həmin vaxtlar müharibə başlasaydı, Raquf Orucovun çıxardığı bu xəritə əsasında Kəlbəcərin istənilən nöqtəsinə bələd şəkildə gedə bilərdi. Yəni harda nəyi vurmaq lazım olduğunu ovuc içi kimi biləcəkdik. Raquf Orucov öz əməliyyatlarından illər sonra da bir kəlmə belə danışmayıb. Ona görə onlar haqqında sadə insanlarda geniş məlumat yoxdur. Lakin bu əməliyyatların ikisi şahidlərin danışdıqları hesabına da olsa məşhurlaşa bilib. Yəni o özü əsl kəşfiyyatçı kimi sona qədər bu sirləri qoruyub. Birinci əməliyyat 1995-ci ildə keçirilib. Murovda 6 əskərimiz dumana düşüb azır və ermənilərin əlinə keçir. Nə qədər danışıqlar aparılsa da ermənilər əskərlərimizi qaytarmaq istəmir.
girovları azad eləmək müqabilində çoxlu pul, hətta neft istəyirlərmiş. Belə bir vaxtda bizimkilər də girov gətirmək məcburiyyətində qalır. Raquf Orucov Kəlbəcər üzrə keçir və hərbi hissələrdən əsgər çıxara bilmir. Vəziyyətin qəlizliyini görəndə komandir Ermənistan ərazisinə, Göyçə mahalına keçir, 3 nəfər götürüb Gədəbəyə qayıdır. 3 nəfərin biri 13 yaşlı uşaq olur. Biraz sonra məlum olur ki, uşaq ermənilərin alay komandirinin oğludur. Bu hadisədən sonra psixoloji üstünlük artıq Azərbaycan tərəfə keçir və ermənilər həmin əsirlərin, xüsusən də alay komandirinin oğlunun azad edilməsi üçün yalvarmağa başlayır. Kəşfiyyat yoldaşlarının sözlərinə görə anasını ermənilərin öldürməsinə, Ağdamın, yəni yurdunun kəndinin işğal olunmasına rəğmən Raquf Orucov mülki ermənilərə qarşı əsl zabit ləyaqəti ilə davranır. Hətta yeməyini də onlara verirmiş. İkinci əməliyyat 1998-ci ildə keçirilir. Raquf Orucov rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə birgə Kəlbəcərə gedir və Dəmirçidam yaxınlığında yerləşən erməni hərbi hissəsinin əsgərlərinin səhər düzülüşünü, yəni Rus hərbi terimi ilə desək, razvodunu videoya çəkərək gətirir. Bu, Qarabağın hərb tarixində ilk belə hadisə olduğu üçün dillərdə dastan olur. Məhz bu kimi qəhrəmanlıqlarına görə ona Murov Qartalı ləqəbi verilir. Haqqında əfsanələr yaranmağa və dolaşmağa başlayır. Murovdan sonra Raquf Orucov Şəmkirdə, Ağcabədidə, Ağdamda yüksək hərbi vəzifələrdə işləyir. Həyat yoldaşı Sevinç Orucovanın dediyinə görə Raquf Orucov tətil günlərində də evdə qalmırdı, səngər üçün darıxırdı. Hərbidə olduğu 25 il ərzində heç vaxt hərbi səhra formasını dəyişməyib. Oğlu Akşin Oruclu atası ilə bağlı bir müsahibəsində deyir ki, məzuniyyətə gələndə evdə 5 gün qala bilmirdi, qayıdırdı. Bizə isə yəni öz uşaqlarına baxıb deyirdi ki, siz burada rahat yerinizdə yatırsınız, mənim övladlarımsa orada soyuqda, səngərdə növbə çəkir. Həyat yoldaşı Sevinç xanım deyir ki, nişanlı olduqları vaxt görüşə gedəndə qardaşı ona kostyum və köynək alır. Görüş vaxtı Sevinç xanım ona baxanda gözlərinə inana bilmir. Köynəyin boynundakı kardonu çıxarmayıbmış. Evli olduqları vaxt bu hadisəni Raquf Orucovun yadına salır, zarafatlaşmaq istəyir. Raquf Orucovun cavabı isə daha dəhşətli olur. Sən demə, Raquf köynəyin yaxalığında kardon olduğunu bilmirmiş. Çünki əskərliyə çağrıldığı gündən, belə deyək, uşaqlığın son günündən hərbi formanı əynindən çıxarmayıb və köynək geyinməyib. Yəni, o əyninə təzə köynək geyərək harasa getməyib, daim hərbi formada gəzib. Əskərlərə münasibəti haqqında fərdi əskəri olmuş Rəşad Qasımov qəribə bir əhvalat danışır. Yeri gəlmişkən, bu əhvalat da Raquf Orucov xarakterini özündə göstərir. Ağcabədidə batalyon komandiri olan vaxt qəfil əskərlər qarın ağrısı xəstəliyinə yoluxur. Çoxunun temperaturu qalxır. O vaxt verilən dərmanlarla bunun qarşısını almaq olmur. Raquf Orucov bütün zabitləri yığır, özü əvvəl əlini cibinə atır və 50 manat pul qoyur stola. Deyir ki, kimin imkanı nəyə çatır, versin, dərman alaq. Hamı pul qoyur və dərman almağa əskər göndərirlər. Həmin əskər, yəni az əvvəl adını çəkdiyimiz əskər, geri qaydanda gözlərinə inanmır. Batalyon komandiri mayor Raquf Orucov dizlərini yerə atıb ağır vəziyyətdə olan bir əskərin ayaqlarını isti suya qoyub ovxalayırmış ki, özünə gəlsin. Ağdamın hərbi hissə komandiri olanda cibindən pul xərcləyib daş kazarma tikdirir. Bu da Raquf Orucovun daha bir yönünü aydın şəkildə göstərir. Şəhid olanda xüsusi təyinatların komandiri polkovnik leytenant idi. Onun son döyüşlərdəki igidliyi haqqında çoxlu əhvalatlar nəql olunur. Onun Sumqayıtdakı dəfni Azərbaycan tarixinin ən izdihamlı dəfn mərasimlərindən biri idi. Raquf Orucov həm də haqqında roman yazılan azsaylı Azərbaycanlı hərbiçilərdəndir. Bu romanı yazıcı Şərif
Ağayar qələm alıb. Komandir adlı roman haqqında hətta ssenari yazılıb və film çəkiləcəyi də deyilirdi. Raquf Orucovun da ambisiyaları kiçik olsaydı, anasının qisasını xırda intiqamlarda görsəydi, bəlkə də elə hansısa bir kəşfiyyat əməliyyatında bir erməni qadınını öldürməklə hissini soyudardı. Yəni, anasının qisasını almış hesab edərdi. Lakin Raquf Orucovun qisası özü bir ideya idi, Qarabağ. Bu, böyük mahiyyəti isə insan özü şəhid olsa da yaşadır, həyata keçir. O özünü təkcə sadə bir cinli kəndinin oğlu kimi hiss eləsəydi, Azərbaycanı düşünməsəydi, heç vaxt Murov Qartalı ola bilməzdi. Vətəninin işğal edilmiş ən hündür zirvəsinə yüksələ bilməzdi. Sonda isə Raquf Orucovun həyat yoldaşının bir xatirəsini bölüşək. Raquf Orucov son dəfə ailəsi ilə Novruz bayramında görüşür. Həyat yoldaşı Sevinc Orucova deyir ki, bu dəfə həmişəki kimi deyildi. Özünü çox narahat aparırdı. O dəfələrlə kəşfiyyata gedib qayıdırdı və qayıdacağına söz verirdi və qayıdırdı. Bu dəfə sağollaşıb gedəndə deyir ki, bu dəfə o deyil. Bu dəfə getdi var, amma döndü yoxdur. Bu zaman Sevinc xanım narahat olur. Bunu görən polkovnik deyir ki, yox, mən keçməyəcəm, narahat olma. Davamında isə gülərək zarafat edirmiş kimi deyir ki, heç nə olmaz, şəhid olsam, şəhid ailəsi kimi tanınacaqsınız. Sevinc xanım deyir ki, artıq sənin o yaşın deyil, biraz da bizim üçün yaşamalısan. Sənin pensiya yaşın çatır. Yoldaşı onu da deyir ki, 17 illik evlilik müddətlərində onların arasında bu mövzuda heç vaxt belə bir diyaloq olmayıb. Yəni, getdi var, qayıtdı yoxdur, şəhid ola bilərəm kimi bir mövzu olmayıb. Sevinc xanım deyir ki, mən sonradan başa düşdüm ki, o ölmə getdiyini yaxşı bilirmiş.